Dəmir yolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq. Report xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları GSC-nin sədr müavini Arif Ağayev Azərbaycan Dəmir Yolu Muzeyində Azərbaycan Turizm Bürosu ilə Azərbaycan Dəmir Yolları arasında tərəfdaşlıq memorandumlarının imzalanması ilə bağlı keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə Azərbaycan Dəmir Yolları və tərəfdaş qurumlar arasında imzalanmış saziş çərçivəsində turizm sahəsində birgə fəaliyyət planı həyata keçiriləcək. Birgə fəaliyyət planına əsasən dəmir yolu stansiyalarında turizm məlumat məntəqələrinin və lövhələrinin quraşdırılması, turizm resursları barədə məlumatlığın artırılması və bu məlumatların daha əlçatan edilməsi planlaşdırılır. Regionlarda turist daxilinin rahatlığını təmin etmək məqsədi ilə qrup biletlərinin əlçatan edilməsi də nəzərdə tutulur. Sədr müavini əlavə edib ki, saziş çərçivəsində müəyyənləşdirilmiş istiqamətlərin keyfiyyəti icrası üçün hər iki qurum koordinasiyalı fəaliyyət göstərəcək. Əməkdaşlıq regionlarda turizmin əlçatanlığını artıracaq, turizm sektorunun müxtəlif sahələrinin bir-biri ilə daha sıx əlaqələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.